İş saatlarının azaldılmasını istəyərdiniz, yoxsa maaşların artırılmasını? Hər ikisini istəyərdim. Ən çox iş saatının azalmasını istəyərdim. Çünki çoxdur da. Yəni normalda ki 8 saat işləməliyik, amma çoxdur iş saatlarımız. 10 saata kimi gəlir çıxır. Maaşın artırılması. İş saatı azalsa da qiymətlər azalmayacaq ki. O qiymətlərə uyğun maaş da lazımdır. Məncə iş saatlarının azalması daha yaxşı olar. Çünki 9 saatlıq iş rejimi həqiqətən çox çətindir işləmək üçün. Həm də iş saatlarının çoxluğu tələbələr üçün də məncə yaxşı deyil. Yəqin iş vaxtı azalması. Onda daha çox vaxt olar, ailə ilə daha çox vaxt keçirmək olar. Maaşların əlbəttə ki artırılması. Çünki dolanışıq çətindir. Gün-gündən hər şeyin, produktun, avtobusların qiymətləri qalxır. 2 dənə az yaşlı uşaqdır, məktəbə gedir. Ən azı müəllimə uşağı hazırlaşdırır 80 manata, 100 manata. Biz nə ilə maaşı verək, dolanaq, yoxsa hazırlıqlara pul verək də. Yəni gələcəyimiz yaxşı olmağı üçün ailələrin, gənclərin maaşı artırılsa daha yaxşı olar. Maaşın artırılmasını qardaş. Maaşların artması daha yaxşı olardı. Niyə belə? Çünki xərclərimiz çoxdur da. Günü-gündən inflyasiya gedir, qiymətlər qalxır o yüzden. Hər ikisini. Birini seçsəz. Maaşların artırılması. Maaşların artırılması. Məncə maaşların artırılması daha yaxşı olardı. Çünki hal-hazırdakı dövrümüzdə hər şey bildiyimiz kimi bahaçılığa doğru gedir və maaşların artırılması daha yaxşı olardı buna görə.